Tərif mövzusu mənim üçün çox önəmli mövzulardan biridir. Çünki düşünürəm ki, doğru formada verilməmiş tərif bir müddətdən sonra insanda, bu kontekstdə götürsək, şagirddə özünü ifadə etmə potensialını özündən alır. Bir müddətdən sonra öz kimliyini özündən alır deyərdim. Çünki məsələn, sözə baxdığına görə ağıllı qızın, ağıllı oğlun dedikdə, həmin uşaqda və ya şagirddə bir müddətdən sonra hirsləndiyində, qəzəbləndiyində həmin hirsini, qəzəbini boğmaq meyli yaradır. Çünki ağıllı qız, ağıllı oğlan nadinc olmaz, qəzəblənməz, hirsini göstərməz. Hər vaxtınız xeyir olsun. Mənim Nətiq Qanayeva kanalında xoş gördük hər birinizi. Psixologlardan da tez-tez eşidirik ki, uşaqlar adətən böyüklərin onlara dedikləri sözləri həqiqət kimi qəbul edirlər. Bayaqki nümunədə də dediyimiz kimi, ağıllı deyilmiş, ağıllı sifəti istifadə olunmuş uşaq və bunu sübut eləmək üçün, bunu həqiqiliyini göstərmək üçün daha çox özünü sakit aparmağa, sizə baxmağa, lakin nadinc deyilmiş uşaqsa həmin nadinc sözünə inandığına görə daha çox nadincliyi eləməyə başlayacaq. Tərif sadəcə uşaqların könlünü xoş eləmək üçün deyil, bu həm də onların şəxsiyyətlərini formalaşdırır. Bununla yanaşı, doğru formada verilmiş tərif müəllimlə şagird və məktəblə şagird arasında münasibətlərə müəyyən qədər müsbət təsir edir. Bu səbəblərə görə şagirdlərə düzgün tərif necə verilməlidir mövzusunu araşdırdım və tatdıqlarımı sizinlə paylaşıram. Gəlin uşaqlara düzgün tərif verməyin yollarına baxaq. Birinci qayda. Uşağa tərif verərkən tam olaraq nəyi bəyəndiyimizi vurğulamalıyıq. Məsələn, yaxşı rəsm çəkmiş şagirdə afərin demək əvəzinə həmin rəsmdə nə xoşumuza gəlir, onu vurğulamalıyıq. Məsələn, deyək ki, bayraq rəsmi çəkib, deyə bilərik ki, bu ilki rəngləri çox gözəl istifadə eləmsə və xətlərdən kənara çıxmamısan və bu mənim çox xoşuma gəldi. Afərin demək daha asan gəlir, elə deyilmi? Lakin bu qaydanı bir müddət məşq etsək, müəyyən müddətdən sonra bu avtomatik olaraq bütün saytları tətbiq edə bilərik. Əməyi tərifləyək, təkcə bacarığı yox, hətta mən öz şəxsi baxışımdan deyərdim, əməyi tərifləyək, etdiyim bacarığı yox, mümkün qədər bacarığı tərifləməyək. Məsələn, riyaziyyat bacarığı, riyaziyyatda yaxşı nəticə göstərən bir şagirdə sənin riyaziyyat qabiliyyətin çox yaxşıdır demək əvəzinə həmin gün etdiyi tapşırığı tərifləmək, tapşırıqda nələrə bəyəndiyinizi demək daha yaxşı olar. Çünki ona bilsin ki, həmin şagird ingiliscə dərslərinə ya da Azərbaycan dərsinə vaxt ayıra bilməyib, kifayət qədər əmək qoymayıb, lakin düşünə bilər ki, mənim bacarığım yoxdur. Mənim riyaziyyata bacarığım var, amma ingilis dilinə, Azərbaycan ədəbiyyata bacarığım yoxdur. Halbuki həmin şagirdə verilmiş tapşırığa kifayət qədər əmək qoymusan, çox əmək qoymusan desək, yəni əməyi vurğulasaq, digər tapşırıqlarda da, eləcə də həyatın digər sahələrində də, qarşısına çıxan problemlərdə və həll olunan situasiyalarda biləcək ki, əmək qoyaraq hər şeyin öhdəsindən gələ bilər. Bu sadəcə bacarıq deyil, təkcə bacarıq deyil. Və ya ola bilər ki, müəyyən bir tapşırıq yerinə yetirib şagird və yaxşı nəticə almayıb. Belə deyə bilərik ki, tapşırıq çox çətindir. Buna rəğmən axıra kimi getirirsən. Baxmayaq ki, cavabı düz tapmamısan, amma axıra kimi əmək qoymusan, sən buna zəhmət çəkmisən. Normal olaraq mən çox xoşlayıram ki, keçilən dərslərdə çox bəyənirəm. Dərslərdə həmişə əməyi qiymətləndirək. Tək nəticəni yox, ya da qabiliyyət yox. İnkişafa fokuslanaq mükəmməlliyə yox. Ümumiyyətlə araşdırmalar da göstərir ki, insan istənilən sahədə gəldiyi yolu fokuslananda, nə qədər yol qət etdiyini görəndə daha çox həvəslənir. Bəs məktəb kontekstində bunu necə tətbiq edə bilərik? Deyə bilərik ki, vurma cədvəlini 5-ə kimi öyrənmiş şagirdə hələ 9-a kimi öyrənməlisin çox var əvəzinə. Baxsan vurma cədvəlini bilmirdi, heç vurma nədir bilmirdi, amma artıq 5-ə kimi öyrənmirsən. Belə davam edək demək, o gəldiyi yolu göstərmək ona daha çox motivasiya verəcək, daha çox əmək qoymağına, enerji sərf eləməyinə kömək olacaq. Kömək olacaq ki, 9-a kimi vurmanı daha yaxşı öyrənsin. Tərifi şagird üçün edək, özümüz üçün yox. Məsələn, mən səndən fəxr edirəm əvəzinə, sən özünlə fəxr eləməlisən. Cümləsi daha motive edici və ilham vericidir. Tərifi verərkən də əhəmiyyətli tərəflərdən biri də odur ki, diqqət olunmalı tərəflərdən biri odur ki, tərifi təriflədiyimiz şagirdin özünə verək, mümkün qədər bütün sinifin eşidəcəyi formada verməyək. Məsələn, bütün sinifə nümunə kimi səsləndirirsə şagirdin özünü və yaxud da ki, qabiliyyətini, bu onlar arasında müəbbə rəqabətə səbəb olar deyə düşünürəm.
Belə mənfi rəqabətə səbəb ola bilər ki, həmin şagird özünü digərlərindən üstün və yaxud da ki, digər şagirdlər ondan daha aşağı hiss edə bilərlər qabiliyyət tərəfindən. Sonuncu qayda balansı saxlayaq. Hər xırda şeyə və hər şeyə görə çoxluca tənqid versək, bir yerdən sonra razılaşarsınız ki, verdiyimiz təriflər gücünü itirməyə başlaya bilər. Ona görə də təriflərimizi əsas qələbələrə saxlayaq, əsas inkişaf nöqtələrinə saxlayaq. Daha bir videonun sonuna gəldik, əziz izləyicilər və əziz müəllimlər, xüsusilə də bəs siz siniflərinizdə hansı tərif metodlarından istifadə edirsiniz? Axırıncı dəfə necə tədqiq etmisiniz şagirdlərinizə və bu işə yarayıbmı? Şərhlərinizi gözləyəcəm. Hələlik növbəti videolara dək.